Hər bir qadın istəyər ki, qarşısında duran, yanında duran kişi güclü, etibarlı, ailəni təmin edə bilən, qadının arxasında dura bilən, sözünlə əməlləri üst-üstə gələn, dürüst biri olsun. Və mən tez-tez deyirəm ki, qadın-kişi anlayışı fizioloji olaraq biz istifadə edirik. Var şəxsiyyət anlayışı. Tərbiyəsiz, məsuliyyətsiz, pinti və s. Kişi də ola bilər, qadın da ola bilər. Ona görə təbii ki, kişidə də, qadında biz axtardığımız özgüvənli, özünə baxan, sözünə əməl edən, bəli, sırf kişiyə xas olan xüsusiyyətlər var. Yəni, kişi müdafiəçidir, kişi təminatçıdır, kişi diqqətlidir, kişi incə kişi əslində güclü kişidir. Heç də kişinin qol gücü qadın üçün göstərici deyil. Qadının gözəlliyini üzə çıxara biləndə, qadını qadın edəndə.